Sey uşaq canavar. Mənəm canavar. Salam dostlar. Mən Ayam Vlog. Bu mənim kanalımdakı ilk videomdur. Mən bu kanalda oyun videoları, həmçinin də vloglar çəkəcəm. Bu birinci videodur. Bu videoların ardını gəlməyini istəyirsinizsə, kanalıma abunə olub like atmağı unutmayın. Siz nə qədər yorum yazsınız, kanalıma abunə olsanız bir çox videolar çəkəcəyəm maraqlı. Dostlarıma və qardaşıma da videolarım gələcək. Gəlin keçək toxunuşlara. Qardaşımın kanalında yuxarıya bir yerə qoyacağım. Girib orada baxa bilərsiniz yəni. Salam. Salam. Nə kimi baxırsan hə? Gözlə. Sən bezdirəcəksən deyəsən elə. Neyse, mən sənə yaxşı davranacağım. Mənə bezdirəcəksən. Rüştən. Sən pişirəcəm. Bir şey yok. İçine bak. Ay yanmısan, niye gülürsən? Sey oğlu sey. Tuluyum bura gedin sütünü getirin. Ağlama. Sey. Bebeğe besler. Bak bayaqlarım indicə verdim yeməyə. Bir də nətər altı yeyə bilirsən. Hanım dədən örgətməyib sənə kuxna eləmək olmaz. Kuxna indi ki burada yemək pişir. Sey. Buradayım ha. Mesela gitme. Buradasın. Ve gördüm gəldi bura. Sən nətər sey uşaqsan hə? Tulluyum sən yerə. Salak çocuk salak. Niye məhsəbləşdirsən ki sən? Geç qalx yuxarı. Sən otağın burada deyil. Anan demişdi. Annesinin mottisi. Hani biz benim mottisim. Gözü ne sergilirsen okumak. Prens ve kedi. Buradaki prens sen Erbal. Özü bir prenses olabilirsin. Ana da dedi ki ben prensim. Buradaki kitapları okumak için hiç həbəsim yoktu. Ben belə çevireceğim. Siz özünüz dayandırıp okuyabilirsiniz. Dayandırıp özünüz okuyabilirsiniz. Bu sanses. Neyse siz özünüz çevirip okuyarsınız. Yani bir maraqlı gəlsin sizə. Şimdi ben güya indi bu yatdı da. Çünkü ben okumuram. Okuyanda çok vaxt gedir da. Ona göre ki siz özünüz okuyabilirsiniz. Yani istəsiniz. Neyse. Ben çıxıram. Gönlünüz sakit yatıp indi. Ya Allah bebeğe yatanda da uşaq ne kadar uşaq çirkin olsa belə yatanda şirin görünür. Ama bu hiç yatanda da şirin görünür. Ağzı burnu yerdədir bu uşaq. O büyüyüb də küçülüb sarılı bebek. Adı bax. Saygınlık ve geri kazanma. Hayaldesin gizemleri bu neden? Götüme olmaz. Hali Gölü ziyaretçi rehberi. Ebeveynleri bekle kanepede TV yazdım. Ben bunu bileceğim çünkü ben bu aktif boyu hiç bak kanepede TV izleyebilmeyeceğim. Uykum geldi.
Ne oldu bay bay? Sen oraya yeter geldi. Ne oldu? Reblətindən ət kəsiblər. Sev. Qızarır ya yüzdə. Qoysun ağlaya. Bir də ki bu oyunu oynanır. Həm də ki mən bu videonu niyə görə çəkirəm? Əgər oyun oynamaq istəyirsinizsə və bilmirsinizsə kuralları, dilində də yaşa bilmirsinizsə buradan girib, yəni mən burada başa saldım hamısına, belə baxarsınız dili dəyişmədən. Burada baxırıq kitabımızın nə görə yeni şəkli var. Gördüyü şəkil. Şapka. Rahat bakın bir de TV'siz. Bu hiç vaxt olmayacaq. Ben burada yine ruhlar takmak istedim ki bunlara sablim. Nedir? Neyse. Uykum gelir. Bu uşaq dərd seçmirəm o məndən. Şükür ikinci gece başladı. Slay Girl yine bu balaca bebeğimizin yanına gəlir, oturub neyse baxır. Geçen ne ağıllı otursa arada. Bak şurada. Hara koydun biber? Ha? Hara koymuşsun? Hadi tuğlam sana yine. Koyduk, gede koyduk. Yok. Kapat. Lan. Ha, hiç olmaz. Hiç olmaz. Hara koymuşsun? Yok. Abi sen balaca uşaqsan, bunu nə tez sindirdin, sən nə tez altı belədin, hələ bir bu qədər də iyi gəldi.
Arkadaşlar gel buraya. Gel buraya. Gel buraya. Hey. Ne kadar kaçtın ki? Elbette tutabilmeyeceğim seni. Aa, sen benim 3 dakikada şeysin. Hara gittin? Neyenirsən ha? Hepsinin gözünün rengini görmədim. Öz aklınca ne uydurursan? Ne uydurursan öz aklınca kırmızılaşırsan hele bir de. Bu şey. Götür dovşanı. Koy bunun yanına. Neyse, Kur'an Risalesi sözünü okuyarsınız. Bunu bilin ki her bir kitapta müxtəlif heyvanlara, yani bu 3 heyvana zulüm verir. Gülmeliydin. Gülmeliydin. Hiç gülmeli değilsin. De yanında. Bizde değil bu uşaqdama. Sakit durun. Sakit durun da. Bir tek səskə görə üzr istəyirəm. Sən də basıda. Rahatlaya bilmirik də biz. Hər rahatladıqda nəsə olur. Gözümün yuxusu gəlir. İçinə hər şey. Qapıdakı kim? Çox maraqlıdır. Kimdir qapıdakı? Rakamdaki kim sipariş verir? Bu ne bu? Yazık. Çünkü uşak olacak da yani sipariş vermez. Belki orada hemen reklamda gelip diye bir baxıcı böyle bir düşünür. Ama bunu unutmayın ki bu bebek normal bir bebek değil. Sinir krizine gideceğim. Bu bebek normal bir bebek değil. Oradaki yazıları da okuyun arada. Bakıcı olarak çok əsəb olurum bu türlü şeyler. Haradasın ha? Yatır gör ama. Harası girip yeni. Bu reklamlar sındırma için pul ödemək lazımdır və mən bunu istəmirəm. Bunları kesip aradan götürə bilsəm götürəcəm. Oy. Yaxşı. Hoppa. Neyse ben bu kanepede
Ay. Ben bunu elə bilmirəm də. Kesin şimşəkdən qorxaz bilsən. Ay, ne oldu? Bebeği besleyen canavar. Benim canavarım. Yoksa... Bu nedir? Bu içine girmek istemiyorum. Yok. 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 Bezme bu uşağın ağzını. Aa, bura aradı. Tamam. Oy. Temiz evi götürübmüşəm. Əsəbləşdim, əlbəttə ki, mən əsəbləşdim, buna çox əsəbləşdim. Bu bir uşaq bir şey deyil. Bu normal bir uşaq edə bilməz. Bilirik də bu uşağın normal bir uşaq olmadığını bilirik. Və bu uşaq özü bizi günahlandırır. Gözlü görürlərsə, göz verib it günə salma. İt uşağı it. Elə bir şirin görünürsən, öyle deyəndə. Demək istəmirəm nə kimi görünürsən. Mədəniyyətsiz. Tulayasın zibri qabının içinə. Ne qəşəng tost hazırlayırdım da özümə. Neyse, gel gidelim. Tamam. Ey. Gözde. Tekrar. Ay. Hayır. Yok da yok. Bakın. Evet.
Oydu. Masal kitabını okuyacağım. Burada yine belə şeyler var, kitaplar var, kitaplarını oxumalıyıq. Burada yine hər hansısa bir heyvana əzab verir, canlıya əzab verir bu sarılı bebek. Özünə prensdir. Kaçtı. Dayan. Bu dümbələri, bunun sonra sənə dümbələr deyəcəm. Harasa çəkin mənim. Yine mən harasa çəkdim, əsəbləşdim. İyi geceler. İyi geceler deyil tabii ki de, doğrusu iyi gecelerdi. Bu bebeklə artıq razılaşıram. Bir bakıcı olarak çox qorxdum bu bebekdən. Amma bunu unutma, Dümbələk. Mən Azərbaycanlıyam, mən Amerikanlara oxşamıram.